Ocaq yeməklərinin dadı bir başqa olur. Bugün sizinlə ciyər qovurması hazırlayacağıq. Əgər videonu bəyənsəz, kanala like atıb abunə olmağı unutmayın. İndi isə keçək hazırlanma qaydasına. İlk öncə ocağı yandırırıq, sacı üzərinə qoyub, quyruğu doğrayıb, yağı çıxana qədər qovururuq. Yağı çıxdıqdan sonra qovrulmuş quyruğun üzərinə doğradığım ciyərləri əlavə edirəm. Qara ciyərləri mütləq şəkildə soymaq lazımdır. Dəridən çıxardırıq və uyğun olaraq doğrayıb üzərinə uzun şəkildə doğradığım bibər və soğanları da doğrayıram. Ağzıörtülü şəkildə biraz qovururam. Daha sonra xırda-xırda doğranmış kartofu əlavə etdim. Üzərindən isə pomidorları əlavə edirəm. Ocağın altı az olmalıdır ki, hər biri rahat şəkildə bişsin. Üzərindən duz, istiot əlavə edirəm və qapağını örtürəm. Burada isə ciyərin bişib-bişmədiyini yoxlayıram. Suyu çəkilənə qədər bişirirəm və sonda isə uyğun olaraq acı biberlə servis edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür.